Dünən Vietnam haqqında bir video paylaşdım və orada bəyənmədiyim şeyləri dedim və insanlar mənə dedilər ki, bəs bəyənmirsənsə Vietnamda nə işin var? Qayıt ki, öz ölkəvə. Mən də bir şey demək istəyirəm. Uşaqlar, insan yaşadığı yeri hər şeylə sevmək məcburiyyətində deyil. Sevdiyin şeylər ola bilər, sevmədiyin şeylər ola bilər. Bu normal bir şeydir yəni. Vietnamda əslində sevdiyim şeylər daha çoxdur. Amma bu sevmədiyim şeylər olmadığı anlamına gəlmir. Bugün mən sizə sevdiyim şeylərdən danışacağım. Onlardan birincisi insanların mehriban və güləriz olmasıdır. Nə qədər qışqıra-qışqıra danışsalar da, bu onların güləriz olmadığı anlamına gəlmir. Onların danışıq tərzi belədir. Bu onlar üçün normaldır. Amma mənim üçün normal olmadığına görə mən bunu bəyənmirəm. Bu onların öz mədəniyyətidir. Özləri bilərlər, necə istəyirlər, elə də yaşayırlar. Sadəcə mənə xoş gəlməyən bir şey olduğuna görə dedim və onu video şəklində paylaşdım. İnsanlar çox gülərüzlülər, dost canlıdırlar. Ümumiyyətlə, bütün Asiya insanları çox dost canlıdır. İkincisi, təhlükəsizlikdir uşaqlar. Təhlükəsizlik o mənada ki, istədiyin vaxt, istədiyin yerə rahat şəkildə gedə bilirsən. İstəyir gedən saat 3 olsun, 4 olsun, 2 olsun. Rahat taksi ilə gəlirsən, gedirsən, heç bir problem olmur. Daha sonra, hər şeyin əlçatan olması uşaqlar. Hər şeyin əlçatan olması, ümumiyyətlə, bu nəinki Vietnamda, bu Çində də belədir. Düzdür, Çində daha üst səviyyədədir, amma Vietnamda da getdikcə o yaxşılaşır. Misal üçün, heç vaxt taksi şoförü durub mənə demir ki, bəs kartla ləğv elə. Sən xarici vətəndaşsansa, burada ayır seçkilik eləmirlər. Sən Azərbaycanlısan və yaxud da Amerikalısan və yaxud da Avropalısan. Sən onlar üçün Filippinli də eynidir, Azərbaycanlı da eynidir. Yəni və yaxud da ki, hər hansı bir Avropa ölkəsinin vətəndaşı da eynidir. Düzdür, başqa ölkələrə getsək bu fərq açıq-aydın bilinir, o fərqi sənə qoyurlar. Sən Avropalısansa, sən başqa cür rəftar eləyirlər, sən Amerikalısansa fərqli rəftar eləyirlər, Afrikalısansa və yaxud da Asiyalısansa fərqli rəftar eləyirlər. Amma burada o cür münasibət yoxdur. Burada sən xaricisənsə, sən üst səviyyədəsən. Sənə bacardıqları qədər kömək eləməyə çalışırlar, başlarından belə atmağa çalışmırlar. Yəni, çox köməkçidirlər. O mənada Vietnam mənə görə çox gözəldir. Bu da Vietnamda ən çox sevdiyim şeylər. Əslində daha çoxdur. Sadəcə bunlar çox gözə çarpan fərqlilərdir. Ona görə də bunları demək istədim. Növbəti videolarda görüşərik. Hələlik.